Herkese selam. Her biriniz kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte Sinsay'ı gezeceğiz. İçeri girer girmez bizi bu cür kadın paltarları karşılayır ve bunların her birinin kıymeti münasibdir. Daha sonra ise hem az yaşlılar hem de böyük uşaqlar üçün fərqli gözəl paltarlar var. Məncə kiçik uşaqlar bu cür çantaları çox bəyənəcəklər. Mənim isə ən çox bəyəndiyim hissə buradır. Çünki burada ev üçün fərqli çox gözəl əşyalar var. İndi gəlin birlikdə buraları gəzək. Məncə buranı təkcə mən yox, siz də bəyənəcəksiniz. Çünki Pinterest vibe verən fincan, möhtəşəm ətirli şam, yataq üçün müxtəlif rəngli örtük, süni bitkilər, çox soft başaltılar. Bundan başqa həm kişi, həm də qadın üçün müxtəlif geyimlər var. Məncə süni çiçək sevənlər bura gəlməlidir, çünki burada hər cür gözəl çiçəklər var. Bəs buradakı fincanların gözəlliyinə baxın. Məncə almağa dəyər, çünki hər biri bir-birindən gözəldirlər. Ay Allah, bu necə şirin bir mişqadır. Bu sarı ayının adı yadımdan çıxdı. Əgər adını bilirsinizsə, yorumlara yazmağı unutmayın. Buranı qadınlar çox bəyənəcəklər, çünki burada fərqli qab-qacaqlar var. Buranı isə qızlar bəyənəcəklər, çünki burada müxtəlif baxım əşyaları var. Mən isə buradan baxım çantası almışam. Daha sonra isə balaca uşaqların, yəni həm oğlanlar, həm də qızlar üçün müxtəlif oyuncaqlar var. Buranı gəzəndə də dedim biraz video çəkim. Daha sonra isə fincanlara baxmağa gedəndə sizin üçün belə kiçik video çəkim. Belə çox şirin bantikli bir çaşka var idi. Bunun adı yadımdan çıxdı, amma bu da çox gözəl idi. Daha sonra isə bu cür çaşka idi, lakin onun içinə belə çox gözəl güllər qoymuşdular. Bu cür yer vardı. Burada abadok, rezin, eynək, brelok, daraq, bildiğin hər şey var idi. Bugünkü Sinsay gəzintimiz bu qədər. Kanalıma abunə olub like atmağı unutmayın. Gələn vloglarda görüşənə dək sağ olun.